55-ci hədis. Əbu Əbdullah əleyhissalam belə buyurur: Musa Allahla münacat edərkən Allah ona xitab edərək buyurdu: Ey Musa, zalimlar kimi dünyaya arxalanma, dünyanı özünə ata-ana kimi seçib sevən şəxslərdən də olma. Ey Musa, əgər mən səni öz halına buraxsam, sən də dünyaya baxsan, onda dünya məhəbbəti və onun zahiri bərbəzəy və ləzzətləri sənə qələbə çalar. Ey Musa, xeyir əməllərdə ona layiq olan şəxslərlə müzakirə et və onları xeyir əməllərə tərəf sövq et. Çünki xeyir əməl öz adı kimi xeyirlidir. Dünyada ehtiyacın olmayan şeyləri tərk et, yəni dünya malından yalnız ehtiyacın qədər istifadə et. Gözlərini dünyanın aldadıcı şeylərinə dikmə və bizim dünya malı verməklə özlərinə həvalə etdiyimiz şəxslərə də məftun olma. Bil ki, hər bir fitnənin əvvəli dünya malına məhəbbətdir. Heç vaxt çoxlu var dövləti olanlara qibtə eləmə. Çünki mal-dövlətin çoxluğu günahların çoxalmasına səbəb olur. Ona görə ki, mal-dövlətin çoxalması ilə onların üzərində olan hüquqlar vacib olur və onlar bu hüquqları yerinə yetirmirlər. Cəmaatın razı olduqları şəxslərə qarşı qibtə etmə, əksinə, yalnız Allahın da o şəxslərdən razı olduğunu bildikdən sonra onları qibtə edə bilərsən. Cəmaatın itayət etdiyi şəxslərə də qibtə etmə. Çünki əgər cəmaatın ona itayət etməsi haqq üzərindən olmazsa, həm özü, həm də ardıcılları həlak olar. 56-cı hədis. Əbu Əbdullah əleyhissalam belə buyurur: Allah Teala Musaya belə vəhy etdi: Ey Musa, bilirsənmi nə üçün məxluqlar arasında yalnız səni danışmaq üçün seçdim? Musa dedi: Pərverdigara, xeyr, bilmirəm. Allah buyurdu: Mən bütün bəndələrimin zahir və batinlərini yoxladım, onların arasında yalnız sənin mənim qarşımda özünü xar və zəlil hesab etdiyini gördüm. Çünki sən hər vaxt namaz qılanda üzünü yerə və ya torpağa qoyursan. 57-ci hədis. Əbu Əbdullah əleyhissalam belə buyurur: Allah bir gün Musaya belə vəhy etdi: Mənimlə münacat etməyinə nə kimi şeylər mani olmuşdur? Musa ərz etdi: Pərverdigara, mən oruç tutduğum üçün ağzımdan gələn pis iy bu işə mani olmuşdur. Allah buyurdu: Ey Musa, bil ki, oruç tutanların ağızlarından gələn iy mənim üçün hətta müşkdən belə ətirli və pakdır. 58-ci hədis. Əbu Cəfər əleyhissalam belə buyurdu: Allah Musaya belə vəhy etdi: Mən öz dərgahıma yaxınlaşmaq məqsədi ilə yaxşı əməl görən bəndələrimə behişdə yer verəcəyəm. Musa ərz etdi: O yaxşı əməl nədən ibarətdir? Allah buyurdu: Mömin qardaşının ehtiyacını təmin etmək üçün onunla birgə çalış. İstər o ehtiyac təmin olunsun, istərsə də təmin olunmasın. 59-cu hədis. Rəsul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm belə buyurub: Allah Musaya vəhy etdi ki, Misirdən çıxmamışdan əvvəl Yusifin cəsədinin sümüklərini tapıb özünlə aparıb və Beytül-Müqəddəsdə, Şamda dəfn et. Həzrət Musa cəmaatdan Yusifin qəbrinin harda olduğunu soruşdu. Onun harda olduğunu bir qoca qarıdan başqa heç kəs bilmirdi. O qoca qarı da dedi: Mən Yusifin qəbrinin yerini yalnız bu şərtlə deyərəm ki, mənim istədiyimi yerinə yetirəsən. Allah Musaya vəhy etdi: Qoca bir qarının sözlərinə itayət etmək sənə ağır gəlməsin, onları qəbul et. Musa o qadına dedi: De görüm nə istəyirsən? Qarı dedi: İstədiyim budur ki, mən behişdə səninlə bir dərəcədə olam. 60-cı hədis.
Əbu Əbdillah əleyhissalam bir hədisdə buyurur: Fironun ordusunda xidmət edən Bəni İsraildən 70 nəfər Firon və onun ordusunu tərk edərək Həzrət Musaya qoşuldular. Fironun qoşununda onların adını Rafizi qoydular. Allah Musaya belə vəhy etdi: Sən bu adı Tövratda onlar üçün qeyd et. Çünki mən də onları belə adlandırdım. Çünki onlar Fironu Allahçılıqdan çıxarmışdılar. Allah bu adı həmin 70 nəfər üçün yadigar qoydu. 61-ci hədis. Əbu Cəfər əleyhissalam belə buyurdu: Münacatların birində Allah Musaya buyurdu: Mənim elə bəndələrim vardır ki, behişdə onlara halal etmişəm və onlara behişdə yer verəcəyəm. Musa ərz etdi: Pərverdigara, onlar hansı şəxslərdir ki, onlara öz behiştini halal etmisən? Allah buyurdu: O kəslərdir ki, möminin qəlbini şad edərlər. 62-ci hədis. Əbu Cəfər əleyhissalam belə buyurur: Münacat zamanı Musa Allahdan soruşur: Pərverdigara, xəstələrin əhvalını soruşmağa gedənlərin əcr və mükafatı nə qədərdir? Allah Taala ona belə vəhy etdi: Mən belə bir şəxs üçün bir mələk təyin edərəm. Həmin mələk onun qəbrində qiyamətə qədər müntəzəm şəkildə onun halını soruşar. Musa yenə soruşdu: Pərverdigara, meyyitə qüsül verən şəxsin mükafatı, savabı nə qədərdir? Allah buyurdu: Mən onun günahlarını paklayaram. Anadan doğulduğu zamandakı kimi pak olar. Musa yenə soruşdu: Pərverdigara, cənazənin dəfn mərasimində iştirak edən şəxsin savabı nə qədərdir? Allah buyurdu: Mən öz mələklərimdən bir neçəsinə göstəriş verərəm ki, bayraqlarla onları qəbristanlıqdan məşhər ayağına qədər müşayiət etsinlər. Musa yenə soruşdu: Pərverdigara, müsibət görmüş şəxsə təskinlik və baş sağlığı verən şəxsin savabı nə qədərdir? Allah buyurdu: Mən qiyamət günündə ərşimin kölgəsindən başqa heç bir kölgənin olmadığı bir zamanda onu öz kölgəmdə qərar verərəm. 63-cü hədis. Əbu Cəfər əleyhissalam belə buyurur: Tövratda yazılıb ki, Allah Musaya buyurdu: Ey Musa, maliki olduğun şəxslərin qarşısında qəzəbini ut, mən də öz qəzəbimi səndən uzaqlaşdırım. 64-cü hədis. Əbu Əbdillah əleyhissalam belə buyurur: Tövratda belə yazılmışdır: Ey Adəm övladı, mənə sədaqətlə xalis ibadət et ki, mən də sənin qəlbini öz nurumla doldurum və səni öz başına buraxmayım. Belə olan halda, sənin yoxsulluğunun qarşısını almaq, qəlbini öz xofunla doldurmaq mənə vacibdir. Əgər mənə sədaqətlə ibadət etməsən, qəlbini dünya məhəbbəti ilə dolduracağam və fəqirliyinin qarşısını almayacağam və səni öz halına buraxacağam. Yəni, əgər qəlbini dünya məhəbbətindən ayırıb, yalnız mənə ibadət etmək fikrində olsan, mən də bu işləri sənin üçün edəcəyəm. Əks halda isə səni öz başına buraxacağam. 65-ci hədis. Əbu Cəfər əleyhissalam belə buyurur: Bir dəfə Musa Allahla münacat edən zaman Allah ona buyurdu: Ey Musa, dilənçini, sahili azacıq bir şey verməklə, yaxud xoş sözlər deməklə əzizlə. Çünki sənin qapına gələnlər nə insandılar, nə də cin. Əksinə, Rəhmanın mələklərindəndir ki, səni dünya malı ilə imtihana çəkib, sənə əta etdiyi şeylər istəyərlər. Onlarla necə rəftar etməyinə diqqət yetir. 66-cı hədis. Əbu Əbdillah əleyhissalam belə buyurmuşdur: Musanın zamanında qəhətlik dünyanı bürüyəndə Allah ona belə vəhy etdi: Mən övladlara atalarının əməllərinə görə əvəz verəcəyəm.
Əgər ata-babalarının əməlləri yaxşı olsa, övladlara da yaxşı mükafat verəcəyəm. Əgər pis olsa, onlara da pis mükafat verəcəyəm. Zina etməyin ki, sizin də qadınlarınız zina etməsinlər. Həqiqətən hər kəs bir müsəlmanın arvadı ilə zina etsə, başqaları da onun arvadı ilə zina edər. Çünki necə əməl etsən, onun da əvəzini görəcəksən. 67-ci hədis. Rəsul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm belə buyurur. Tövratda yazılmışdır. Allah qatillərin qatili, zinakarları fəqir edəndir. Zina etməyin, əks halda sizin qadınlar da zina edər. Çünki nə etsən, onu da görərsən. 68-ci hədis. Əbu Əbdillah əleyhissalam belə buyurur. Tövratda belə yazılmışdır. Ey Adəm övladı, qəzəblənən zaman məni yad edin, mən də qəzəblənəndə səni yad edim və səni cəzaya düşar etməyim. Əgər zülmə düşar olunsan, mənim köməyimə razı ol. Çünki mənim sənə kömək etməyim, sənin özünə kömək etməyindən daha yaxşıdır. 69-cu hədis. Əbu Əbdillah əleyhissalam belə buyurur. Musa ərz etdi. Pərverdigara, xəstəliyin səbəbi nədir? Allah buyurdu. Onun səbəbi mənnəndir. Musa ərz etdi. Şəfa kimdəndir? Allah buyurdu. O da mənnəndir. Musa soruşdu. Bəs cəmaat özlərini necə müalicə etsinlər? Allah buyurdu. Öz nəfslərinin təbibi olsunlar. Ona görə də müalicə edənləri o vaxt təbib adlandırdılar. 70-ci hədis. Əbu Əbdillah əleyhissalam belə buyurdu. Bəni İsrail qövmü arasında tərk-i dünyalıq edən bir abid var idi. Hədis çox uzundur, onun xülasəsi belədir. Şeytan onu aldadaraq yoldan çıxardır. O cəmaat arasında günahkar fasıq kimi tanınan zinakar qadının yanından keçəndə onun da zina etməyi təklif eləyir. Lakin həmin qadın onun da zina etməyə razılıq vermir. O qadın ölür. Sübh tezdən cəmaat görür ki, onun qapısının ağzında yazılıb. Bu qadının cənazəsini dəfn etmək üçün hazır olun, çünki o behişt əhlindəndir. Cəmaat bu yazıdan şübhələndiklərinə görə 3 gün onun cənazəsini dəfn etmədilər. Allah o zamanın peyğəmbərlərindən birinə, şübhəsiz Musa İbni İmran idi, vəh etdi. Get və o ölmüş qadına meyit namazı qıl. Cəmaata da de ki, ona namaz qılsınlar. Çünki o, mənim filan bəndəmi günahdan, zinadan çəkindirdiyinə görə onu bağışladım və öz behiştimi ona vacib etdim. 71-ci hədis. İmam Bagir əleyhissalam məni çağırıb buyurdu. Filan kəs torpaq sahəsini satdı mı? Mən dedim, bəli. Sonra həzrət mənə buyurdu. Tövratda yazılıb ki, hər kəs öz torpaq sahəsini, yaxud özünə aid olan suyu satarsa, amma onun pulu ilə torpaq sahəsi də su almasa, onun pulu əlindən çıxar. 72-ci hədis. İmam Bagir əleyhissalam buyurur. Pərverdigar-ı aləm Musaya belə vəh etdi. Öz qövmünə göstəriş ver, yeməyi duzla başlayıb duzla da qutarsınlar. Əgər bunu etməsələr və xəstələnsələr, yalnız özlərini danlamalıdırlar.